Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakon ekranlarında yoldaşlıq görüşü davam edir. Bu dəfə Sokar komandasına qarşı Boy komandası qarşılaşır. Görüşümüz start götürüb. Bu komandalar ilk dəfədir aralarında qarşılaşırlar. Birinci oyunlarıdır. Boy komandasına yeni qoşulmuş oyuncu ehtiramdadır top indi. Vaxt tapdıqca daha doğrusu sağlayacağım heyətlər sizə. Topa toxunan olmalı. Solda olan komanda Sokar komandası. Qapıda hələlik Kamran. Müdafiədə Sübhan, İslam. Mərkəzdə Nicat. Hücumda isə Muradla Nüsrət olacaq. Boy komandası isə qapıda Məhəmməd, müdafiədə Tariyel, İlqar, mərkəzdə Təmkin, hücumda Ehtiram və İsa olacaq. Boy komandası iki ehtiyat oyuncusu ilə gəlib. Onlardan biri Tariyeldir. İndi Təmkin, Ehtiramın qol idi bəli bu. Ehtiram 1-0 hesab açılır görüşün ikinci dəqiqəsində. Qolun müəllifi Ehtiramdır. Boy komandasının ehtiyat oyuncularını sağlayarkən qol vurdu. Boy komandası. Daha doğrusu səhv etmirəmsə Boy komandası bir ehtiyatla gəlib. O da Aşurdur. Müdafiədə Tariyel İlqar olacaq. Mərkəzdə Təmkin, hücumda İsa Ehtiramdır bəli. Qapıda da Məhəmməd. Nüsrətin ötürməsi. Nicat topa çata bilmir. Təmkin. Ötürməsi dəqiq alınmadı. Outdan Nüsrət başlayır. İslam. Bir qədər pauz verdi. Komanda yoldaşlarını axtarır. Uzaqlaşdırdılar topu. Nicat. Yaxın oynadı. Zərbə indirməyə imkan vermədi Ehtiram. İndi boş qapı və gol! Nüsrətin zərbəsi ilə hesab bərabərləşir. Görüşün 4-cü dəqiqəsində Məhəmmədin ötürməsini başa düşməyən İlqar Nüsrət topu ələ keçirdir. Lorid ilə desək xaosdan yaralanır. Nüsrət həmin epizodda dərhal da topu qapıya göndərir. Boy komandasının müdafiədə səhvi qolla nəticələnir. 1-1. İslamın ötürməsi. Nüsrət dərhal ötürmə etdi, amma top Boy komandasında da Ehtiram. Bir rəqibini keçdi, amma məncə burada qayda pozulmuşdu. Təmkin dərhal başladı. İsa. Məhəmməd. Tariyel oynadı. Tariyel sol cinahda ələyir, ötürməsini etdi Ehtiram. Dərhal sağ cinahda Təmkini gördü. Təmkin zərbə indirməyə imkan vermir Nicat. Outdan Təmkin özü başlayacaq. Boş cinaha doğru ötürmə etdi. Tariyel çatsa da topa meydanda saxlaya bilmir. Murad dərhal ötürməsini etdi. Sübhan. Mərkəzə oynadı. Nüsrət saxlayır topu. Murad zərbə. Məhəmməddən o sev gəlir. İkincidən zərbə olacaq. Murad keçmədi Tariyeldən. Uzaqlaşdırmaq alınmadı. Murad yenə ötürməsi yenə keçmir müdafiəçilərdən. İndi Sübhan zərbəsi idi. Məhəmməd dəf etdi bu zərbəni. Bir daha ikinci zərbəsi izləyəcəyik.
Nüsrət yerlə ötürmək. İslam uzaqdan zərbəsi blok gəldi təmkindən. Əks tutma çıxa bilmədilər. Kamran göylə ötürmə. Tariyeli qarşılayır. Təmkin bir qədər bəlkə alınıb ötürmə. Sübhan. İslamla oynadı. İslam özü irəlidə ötürməsini etdi, amma orada Nüsrət anlamadı, avuta çıxdı top. İsa saxladı topu, zərbə endirir və gol! Görüşün 6-cı dəqiqəsində hesab 2-1 olur İsa'nın zərbəsi ilə. Sokar komandasından indi Murad əzələsini dartıb deyəsən kənarda gözləyir. Ehtiyat oyuncuları da yoxdur. Sokar komandasının ümid edirəm Murad üçün hər şey yaxşı olar, amma deyəsən Qoyboy komandasından Aşur keçəcək Sokar komandasına dəstək olmaq üçün. Bəli, görüşü davam elətdirə bilməyəcək. Murad əzələsini bərk dartıb. Aşur daxil oldu əvəzinə. Saxladı sinəsi ilə. Güncdən zərbə olacaq. Aşurun yerlə ötürməsi, Nizatın zərbəsi Tariyerin düz üzünə dəyir. Sipər etdi özünü topun qarşısında. İslam isə fair play çərçivələrinə uyğun olaraq topu rəqibə verir. Outdan başlamadılar. Məhəmməddədir top. İlqarla oynadı. Tariye. Məhəmməd. Ötürməsini etdi Tariyelə. Aldılar topu, amma ehtiramdadır. Nüsrətdən geriyə İslam. Yenidən Nüsrətlə oynayır. Avuta çıxdı top bu epizodda. İslam. Nüsrətdən sol zinaha. Sübhan. Sübhandadır top. Mərkəzdə oynadı İslam. Nüsrət yenidən İslamla oynamaq istədi, amma İlqar girdi araya. İslam avutu başlayır. Aşur. Aşur. Bir qədər özü irəlilədi. Zərbə endirmək istədi, amma imkan vermədilər orada. Aldatdı daha doğrusu rəqiblərini. Ehtiram indirəldir sol cinahdan. İki rəqibin arasında qayala sıyrıldı. Baxdı qapıya, zərbə indirdi. Top tünədir və qapıya daxil olur. 3-1 olur hesab. Görüşün 10-cu dəqiqəsində komandasının 4-cü özünün isə dublunu rəsmiləşdirir Ehtiram. İslam. Nizat dərhal ötürməsini etdi, amma orada kanun yoldaşlarından heç kəs yox idi. Qazandılar yenidən topu. Aşur. Sübhanla oynadı. Yenidən Aşur. İslam. Adi vəziyyətdə rağm edə bilmədi topu Nüsrət. Avuta çıxır top. Təmkin. Təmkin. Uzaqlaşdıra bilmədilər. Zərbəsi top qapının yanından keçir. Təkbətək qalmışdı qapısı ilə
Dəqiq alınmadı zərbəsi. İslam topladı indi. Nizatla oynadı. Nizatdan Nüsrətə. Nüsrət baxdı uzaqdan zərbə indirdi. İlqara dəyər top. Yerlə ötürmə. Sübhan baxdı uzaqdan zərbə indirdi, amma dəqiq alınmadı. Sübhan Aşur təmkin pressingi var, ötürməsini etdi. İslam saxladı topu meydanda. Ehtirama dəyər top. Altı İslam özü yerini yetirir. Aşurla oynadı. Aşur baxdı, ötürməsini etdi, uzaqlaşdırdılar topu. İslam uzaqdan yoxladı. Məhəmməd düz üstünə vurmuşdu Məhəmmədin. Outdan yenə İslam başlayacaq. Sübhanla oynadı. Murad yenidən daxil oldu oyuna, amma Nizatın əvəzinə daxil olur. Uzaqdan zərbə indirdi. Top outa çıxır. İslam sol cinahda ayağa gördü Nüsrəti. Muradın yarası, daha doğrusu əzələsini dartmışdı. Hər şey qaydasındadır. Yenidən oynaya bilir. İslam göl ötürmə. Oy oy oy, başla zərbə indirsəydi Murad təhlükəli ola bilərdi. Sübhan əla düşündü, amma top meydanı tərk edir. İlqar göl ötürmə, İsa istiqamətinə kəsmir Sübhandan. Topu meydanda saxlaya bilmədi, nə qədər çalışsa da. İslam, amma outa çıxdı top. Ehtiram geridən gəlib alır topu. Amma yenidən qazandılar. Muradla oynadı. Murad bir rəqibini keçdi, baxdı qapıya, ötürməsini etdi, top meydanı tərk edir. Qapıdan zərbə olacaq. Oxudu bu ötürməni, amma outa çıxır top. Təmkin. Araya girir İslam. Qoymadı top İlqara çatsın. İlqar göl ötürmə, İsa istiqamətindən yenə Sübhandan keçmir. İsa göl ötürmə. Outa çıxdı top. Sübhan İslamla oynadı. Aşur geriyə Sübhan. Nüsrət geriyə yenidən Sübhan. Ehtiram aldı topu. Amma qayda pozdu. Burada İslam ehtirama qarşı. Ehtiram özü yerini yetirəcək. Səhv etmirəmsə, bəli, topun gerisindədir. Baxdı qapıya, zərbə indirdi, canlı sətdə dəyər top. İlqar itirmədi topu. Ötürməsini etdi. Ehtiram. İsa rağm edə bilmədi topu. Qapıdan zərbə olacaq. Nüsrət kəsə bilmədi burada ehtiramı. Outdan özü başladı. Geriyə qapıçı Kamran bir qədər önünə buraxdı topu, amma riskli hərəkət etdi, amma itirmədilər topu.
Sürət. Kəsmədi bu ötürmə İlqardan. Təmkin. Təmkin. Yıxılmadı. Ötürməsini etdi amma aldılar topu Nüsrət. Aşur. Sağ cinahdan elədi. Qarşısında Tariyel var. Auta çıxdı top. Tariyel başlayır outdan. Göl ötürmə. Ehtiram istiqamətindən keçmir İslamla. Üçüncüdən zərbə olacaq. Dərhal ötürməsini etdi. Bir daha ikinci zərbəsi izləyəcəyik. Təmkin. Qarma qarşılığı düşmüşdü orada. Nüsrət. Göl ötürmə İlqardan keçmir deyəcəkdim. Məhəmməd. Ehtiramla oynadı. İsa. İlqar. Göl ötürmə təmkin istiqamətinə dəqiq deyil. İslam. Aşur. Pressing var Tariyeldən. Geriyə Sübhanla oynayır. Sübhanın göl ötürməsi təmkin qarşıladı. Ehtiram əmələ düşünmüşdü amma Kaanın yoldaşlarının heç kəsi yox idi orada. İsa'nın qaçmasını gözləyirdi amma İsa bunu düşünməmişdi. Sübhan 2 nəfərin arasında ayaqla sıyrıldı. Pauzu verdi bir qədər. Alta çıxdı top. Dərhal ötürməsini etdi. Murad birbaşa zərbə endirmək istədi amma top ayağına oturmadı. Məhəmməd. Göl ötürmə. İsa. Dəqiq almışdı bu ötürmə. Ehtiram. İsa ilə oynadı. İsa yenidən ehtiramla oynaya bilər. İslam qarşıladı. Təmkin. Topadı. Topadı müdaxilə. Nüsrət. İslamla oynadı. Geriyə itirmədi topu. İndi burada təhlükəli oynamışdı İlqarla. Murad ikisini də qaydalar çərçivəsindən yuxarı qaldırmışdı ayaqlarını. Zədələnə bilərdi hər iki futbolçu amma yaxşı qurtardılar. İndi Ehtiramın zərbəsi və gol! 4-1 olur hesab. Görüşün 18-ci dəqiqəsində komandasının 4-cü, özünün isə hat-trickini rəsmiləşdirir. Ehtiram. Sübhan. İslam oynuyor. Keçmədi bu ötürmə. İlqar əks-cuma çıxdılar. İlqar özü irəlilədi sağ cinahdan. Zərbə indirdi amma dəqiq alınmadı. İslam. Murad. Baxdı qapıya uzaqdan yoxladı. Tariyel qarşıladı. İkincidən zərbə olacaq. Ehtiram davam ötürməsi keçmədi. Aşur. Muradı düşünmüşdü. Ehtiramdan keçmədi. Ehtiram. Qarşısında Aşur var. Əla sağ cinahı gördü amma bəlkə alınmışdı ötürmə. İsa üçün bu top bir qədər möhkəm idi. Nüsrət. Qapısı ilə oynadı. Kamran. Aşur. İslam. Nüsrət. Sübhan. Murad. Ala bilmədilər topu. Qayda pozulmuşdu burada. İlqara qarşı özü də yerini yetirdi amma Aşur qarşılayır bu ötürməni. İsa'nın göl ötürməsi birbaşa qapıya gedirdi amma qol olsaydı sahib məzadı. Çünki outdan birbaşa qol sayılmır. Komanda yoldaşının minimum bir toxunuşu olmalıdır topa.
Ehtiramın pressingi var. Sübhan. İslam, əla. Gördü burada Aşuru. Sağ zanqdan irəliləyir Aşur. Sprint sürətini yığıb yenə qapıya zərbə indirdi. Məhəmməd dəf etdi. Yerlə ötürmə. Murad. Aşur. Nüsrət. Göylə ötürmə Sübhan istiqamətinə bir qədər çata bilərdi amma məncə buna Sübhan. İndi oyuncu dəyişikliyi olacaq Sokar komandasında. Sübhan meydanı tərk edir. Əvəzinə yenidən Nicat daxil olur meydana. Qayda pozuntusu var idi burada Ehtiramdan Nüsrətə qarşı. İndi cərimə zərbəsini yerinə yetirəcək Sokar komandası. İslam da topun gerisində. Bir daha outdan başlayacaq. Göl ötürmə. Qapıdan zərbə olacaq. Dərhal başladı Məhəmməd. Dariyel. Mərkəzdə təmkin. İsa ilə oynuyor. İsa'nın ötürməsi keçmədi. Nizat uzaqdan yoxladı amma dəqiq alınmadı. İlqardı topun gerisində. Göl ötürmə. Təmkin. Uzaqlaşdırdı İslam. Nizatın ötürməsi isə bəlkə alındı Aşur istiqamətinə. İsa. Aşur aldı ondan topu. Orada isə ancaq boy komandasındandır. Az qalsın avtoqol vuracaqdı. Burada İlqar Aşurun zərbəsi dəqiq alınmadı. Qarama qarşılıqdan istifadə etdi Aşur, amma ikinciden zərbə olacaq. Aşurun ötürməsi Məhəmməd qarşıladı. Bir daha ikinci zərbəsi olacaq. Yenə ötürmə məncə ələ dəymişdi, amma bədənə bağlı idi. Təmkin, dərhal Ehtiramı düşündü, amma Murad girdi araya. İsa yenidən qazandı. Sağ cinahda Ehtiramı gördü dərhal. Ehtiramın ötürməsi. İsa top qapının üstündən keçir. İslam. Aşurla oynadı. Sürətdən geriyə İslam. İslam, təmkin var qarşısında. Nizatla oynadı. Nizat. Murad çəkdi sağına. Zərbə lazımdır. Endirdi. Məhəmməd yenə qarşılayır bu zərbəni. Nizat. Nüsrətlə oynuyor. Sağ cinahda Muraddır. Yenə zərbə indirə bilər. Tariyə keçə bilmir. Dərhal başladı Murad. İslam baxdı qapıyı. Yerlə zərbə indirdi. Məhəmməd üçün asan top idi bu. Aşur saxladı sinəsi ilə. Ötürməsini etdi Murad. Saxladı topu. Nüsrətlə oynadı. Nüsrət baxdı qapıya, uzaqdan zərbə indirdi, amma İlqara dəyər top. Yerlə ötürmə, Nicat yenidən Nüsrətlə. Nüsrətin zərbəsi Məhəmməd. Maqnit kimi yapışdı topa. Murad dərhal başladı İslam. Yenidən Muradla oynadı. Nüsrət. Aşur. Tariyel. Topu meydandan çıxardır. İkinciden zərbə olacaq. Aşurun yerlə ötürməsi, təmkin qarşıladı. Ehtiram yenidən təmkinin önünə düşündü, amma bir qədər təmkin üçün bu top bəlkə idi. Təmkin.
Gərək normalardan da bir qədər artıq sürət yığsın ki, o topa çatsın. Aşur çata bilmədi bu topa. Bir qədər bəlkə almışdı ötürmə. Təmkin. Məhəmməd. İki rəqibin arasını ötürməsini etdi. Tariyel ehtiramla oynuyor. Ehtiram davalına Tariyelə yenidən. Ehtiramla oynadı dərhə Tariyel. Ehtiram, İsa. Yenidən ehtiram. Aldılar topu ondan. Qaydalar çərçivəsində dərk ki, Murad öndə təkdir. 2 nəfər dərhal qayıtdı müdafiəyə boydan. Qol yekunlaşmadı bu hücum. İsa. Tariyel. Ehtiram. Tariyel daban ötürməsi top ayağına oturmadı. Keçsəydi ötürmək artıq İsa qapçı ilə üzböz idi. Nizatdan Murada. Qarşısında Elqar var. Murad. Güncdən zərbə olacaq. Zəndinizə xeyr. Sonunda top Muraddan çıxmışdı. Tariyel. Təmkin. Ehtiram. Yenidən Tariyel oynuyor. Tariyel birbaşa zərbə indirə bilər. Ötürmə düşündü. İlqar saxladı topu. Zərbə də indirdi amma Kamran qapıda boşuna dayanmamışam deyir. Nüsrət. Qarşısında Tariyel var. Murad yenidən oyundan çıxır, əvəzinə Sübhan daxil olur meydana. İslam. Nüsrət yenidən İslam. Aşurla oynadı. Top çıxır meydandan. Tariyel. Təmkinlə oynadı. Təmkin. Sübhan araya girir. Outdan Təmkin dərhal başladı. Ehtiramdı topla. Oy. Ayağımda oxla var idi orada. Nizatdan. Təhlükəli oynanmışdı. Rəqibini zədələyə bilərdi o epizodda. Təmkin başla zərbə. Top qapının yanından keçir. İlqarın ötürməsini qola çevirə bilmədi. Təmkin. Nizat. Çıxmayıb mı top? Çıxmayıb. Aşur. Keçdi İsanı. İsa daha doğrusu təmkinə dəyər burada. Nizatı düşünmüşdü. Aşur yenidən qazandı topu. Baxdı qapıya, zərbə indirdi. Top toru yanından silkələyir. İslam qarşıladı Məhəmmədin bu ötürməsini. İslamın uzaqdan zərbəsi. Top qapının yanından keçir. Təhlükəli zərbə idi. İslam. İslamın yerlə zərbəsi Məhəmməd. 2 dəfə də olsa tutdu topu. Sübhan. Uzaqdan İslamın zərbəsi daha doğrusu ötürməkdir bu. Ehtiram saxladı topu, zərbə indirdi və gol. 5-1 olur hesab. Görüşün düz 30-cu dəqiqəsində. Ehtiramın bu 4-cü topudur. 5 gol vurub boy komandası, 4'ü Ehtiramın zərbəsi ilə. İndi Murad yenidən meydana daxil oldu Nizatın əvəzinə.
Oyuncu dəyişikliyi oldu rəqib komandalarda. Nüsrət. Ehtiramın zərbəsi uzaqdan Nüsrət. Voleybol komandasına, Ehtiram da Sokar komandasına keçid alır. Sübhan. Ötürməsini etdi. Aşur top meydandadır. Mənsilli çıxır meydandan. Nüsrət baxdı qapıya, zərbə endirə bilər. İmkan vermədilər. Gündüzdən zərbəni yerinə yetirəcək Nüsrətin özü. İsa yerlə zərbə, blok gəldi, əksima çıxdılar. Murad təkdir hücumda. Aşur gəldi köməyə. Uzaqdan zərbə, top kapitindən qayıdır. Aşur yenidən zərbə endirə bilər. Ayaq saxladı bir qədər. Qarşısında Tariyev var. Avuta çıxır top. Ehtiramın zərbəsi, blok gəldi Nüsrətdən. Murad. Qapıdan zərbə alacaq. Tariyel oynadı. Ehtiram. İslam. Baxdı qapı, uzaqdan zərbə endirir, top qapının üstündən keçir. Qüvvətli zərbə idi, dəqiq alınsaydı təhlükəli ola bilərdi. İslam qarşıladı bu ötürməni. Ehtiram. Yuqarı keçə bilir orada. Yenidən qazandı topu Ehtiram. 2 nəfər arasında sırıldı, amma təmkin. Ehtiram az qalsın təmkindən də alacaqdı topu. İsa ayağa keçdi burada İslamı. İrəliyir sağ cinahdan. Ayaq saxladı bir qədər, amma top öz ayağına dolaşaraq meydandan çıxır. İslam. Sübhan. Yenidən İslamla oynadı. Əla keçdi burada İsa ilə Nüsrəti. Ötürməsini etdi Sübhandan. Sübhandan Aşura. Aşur dindir əliyən. Yenidən İslam. Aşurla oynadı. Aşur baxdı, uzaqdan yoxladı. Məhəmməd. Əla dəf etdi bu zərbəni. İkinciden zərbə olacaq. Muraddı topun gerisində. Yerlə ötürmə. İslam. Baxdı qapıya. Uzaqdan yenə yoxladı, amma dəqiq alınmadı. Məhəmməd. Göl ötürmə. İslam. Kamran uzaqlaşdırdı dərhal topu, təmkin qarşıladı İsa. İndi birbaşlı zərbə endirə bilər. Top qapının üstündən keçir. İslam. Göl ötürmə. Məhəmməd çıxdı, götürdü topu. Nüsrət. Nüsrət özür əliyir, ötürməsi keçmədi. Altdan təmkin başlayır. Tariyel oynadı. Tariyel. İsa. Keçmədi Aşurdan. Murad saxlayır topu. Yeni Aşurla oynadı, amma Aşurdan öncə İlqar. Sübhan başlayır outdan, göl ötürmə. Məhəmməd yerləndi topa. İsa. Təmkin üçün bu top bəlkə idi bir qədər. Sübhan. İslam. Aşur. Geriyə oynadı, amma Nüsrətdir bu. Qapısı özbə-öz qalıb, zərbə indirdi, Kamrandan keçmədi.
Nüsrət yeni topla ötürmə etdi. Yox, qapıya zərbə idi. Bu yenə Kamrana dəyir. Tariyer, zərbə, yenə Kamran. Üçüncüdən zərbə olacaq. Üç dəfə arda dəf etdi Kamran. Əla düşürmüşdü Tariyer, amma İsa anlamadı. Ehtiram. Tariyerdən keçmir. İslam. Sol cinahda Sübhan. Keçdi burada İsanı. Uzaqlaşdırdı Tariyel. Ehtiram. Top meydanı tərk edir. Tariyel başlayacaq altdan. Dərhal Nüsrətlə oynuyor. Nüsrət yenidən Tariyel. İsa ilə oynadı. Nüsrət. İsa. Tariyel. Zərbə indirdi qapıya Kamran. Zəif gəlmiş top üstünə. Amma təhlükəli vəziyyət idi yaxından. Aldı topu burada İlqar. İlqar öz irəliyir. Zərbə indirəcəkmi? Aşur top ala bilmədi. Uzaqlaşdırdılar dərhal. İndi 3-2 gedə bilərlər qapıya. 2 nəfər var cəmsi müdafiədə. Sübhan. İlqar da köməyə gəldi. Sübhan. Yerlə ötürmə keçmədi. Murad. Aşurla oynuyor. Aşur yerlə zərbə. Rəqibə dəyər. İkinciden zərbə olacaq. İslam çəkdi sağına zərbə lazımdır. Yerlə yoxladı Məhəmməd. Dəf etdi amma top meydandadır. Ehtiram. Yenə zərbə İlqara dəyər top. İslamın ötürməsi isə heç kəs başa düşmədə avuta çıxır top. Təmkin. İsa. Yenidən təmkin. Əla düşünmüşdü, amma bir qədər bəlkə alındı bu ötürmə. Kamran dərhal Aşurla oynuyor. Aşur. Tariyelin pressingi var. Çətinliklə də olsa keçə bilir Aşur. Tariyeli. Murad. Ehtiram. Zərbə lazımdır qapıya. Tariyel imkan vermir, uzaqlaşdırır topu. İslam. Ehtiram. Aldı topu ondan Nüsrət, amma qayda pozulmuşdu. İlqarın göl ötürməsi İsa qapısıyla üzbə-üzə aşırma düşündü, amma bir qədər bəlkə alındı bu aşırma. Dəqiq alınmadı. İsa artıq bəlkə səhv etmirəmsə, ya 2 ya 3-cü dəfədir ki, qapısıyla üzbə-üz qalır. Dəqiq oynaya bilmir. İndi isə outdan Aşır başlayırdı. Aşırın yenə zərbəsi idi bu, amma top qapının üstündən keçir. Oğlum beni top çıxıb meydandan. İndi dərhal başlamaq lazımdır. Aşur dərhal yerlə ötürməsini edir, amma İlqar araya girir, götürür topu, ötürməsini edir. Təmkin istiqamətinə, təmkin saxlayır topu. İsa gəldi. Baxdı qapıya, çəkdi sağına. Nüsrətlə oynuyor. Aşur topu çıxartdı, amma meydanda da İlqar uzaqdan yoxladı. Top qapının üstündən keçir. İlqar aldı topu. Ötürməsini etdi, amma dəqiq alınmır. Meydanı tərk edir top. Daha doğrusu dəqiq idi, təmkin bir qədər. Cəhd tərpənsəydi o epizodda topu götürə bilərdi. Sübhan. Mərkəzi düşündə aldılar topu. Təmkin. İsa ilə oynaya bilər. Birbaşa özü zərbə indirdi və gol. 6-1 olur hesab görüşün 40-cı dəqiqəsində. Qolun müəllifi təmkindir.
Mərkəzdən başladılar. Ehtiram. Sübhan. Sol cinahda İslam. Göl ötürmə Məhəmməd yerindədir. Təmkinlə oynadı. Təmkin, Tariye saxladı topu. Mərkəzdə Nüsrətlə oynuyor. Nüsrət. Sağ cinahda İsa. Yenidən Nüsrət. Amma İslam Nüsrətdən öncə davranır. İsa yerlə zərbə. Oy oy oy. İkincidən zərbə olacaq. Yenə fərqlənə bilmədi İsa. Top isə avuta çıxır. Ehtiram. Murad. İlqar. Ayağını demək olar ki, yarım metr uzatdı topa. Qoymadı rəqib. Əks üzuma çıxsın. Ehtiram. Aşur. Tariyedən keçmir top. İslam. Ehtiram. Əla saxladı. 3 nəfər var əhatəsində. Ötürməsini etdi Sübhan. Sübhandan Aşura. Murad. Fırlandı. Zərbə lazımdır. İmkan vermədilər. Aldılar topu indi. İsa'da da top. Qarşısında Sübhan var. Keçmədi Sübhandan. Nüsrət. Təmkin. Nüsrətlə oynuyor. Nüsrət. Daban ötürməsi keçmədi. Aşur. Əksüma çıxlar. Ehtiramla oynuyor. Murad, daha doğrusu Məhəmməd tərk etdi qapısını, amma dəqiq almadı Ehtiramın zərbəsi. Murad indi yenidən tərk edir. Əvəzindən Nicat daxil olur yenə meydana. Məhəmməd. Aşur qarşıladı. İslam. Keçmədi Nüsrətdən. Nüsrət. Təmkin. İsa. Yenidən təmkin. Əla qısa paslar izləyirik. Nüsrət. Təmkin. Qapı zərbə lazımdır. İslam. Qarşısını kəsir, imkan vermir zərbəyə. Hər şey qaydalar çərçivəsindədir. Qayda pozuntusu yox idi. Aşur. Sübhan oynadı. İslam. Aşur. Ötürməni oxudu Nüsrət. Nüsrət. İsa ilə oynadı daha doğrusu. Qapıya zərbə lazımdır. Yerlə zərbə. Kamrandan əla sev gəlir. İsa yenə fərqlənə bilmədi. Nüsrət başlayır ikinci zərbəsini. Dərhal ötürməsini etdi. İsa boş qapıda. Kamran yenə dəf edir bu zərbəni. Daha doğrusu meydanı tərk etmişdi top. Qapıdan zərbə olacaq, bəli. Dəqiq alınmamışdı bu zərbədə. Ehtiram. Qapıya zərbə indirdi Məhəmməd. Çətin zərbə idi bu. İkincidən zərbə olacaq. Göl ötürmə Aşur saxlaya bilmədi topu. Bir qədər göllə gedirdi. Tariye dərhal başladı Nüsrət. Nüsrət. Tariyellə oynadı. Tariyel çəkdi soluna. Ötürmə etmək istədi, amma Ehtiram ayaq qoyur topa. Tariyelin yerlə ötürməsi keçmir İslamla. Tariyel. İlqar. Birbaşlı zərbə lazımdır. Kamran. Uzaqlaşdırır topu. Qapıcıya qarşı da qayda pozulmuşdu burada. İlqar tərəfindən. Aşur.
Təhlükəli oynamışdı burada Aşur. Blok gəldi təmkindən. Nüsrət. Sübhandadır top. Yerlə ötürmə keçmir təmkindən. Təmkin. İslam'a dəyər top. Avuta çıxır. İsa'nı düşünmüşdü təmkin. Görüşün 46-cı dəqiqəsi gedir. Hələ ki hesab 6-1'dir. Topu meydanda saxlaya bilmədi İsa. Bir qədər onsuz da bərk gedirdi top. Ehtiram. Ötürməsini etdi. Top qapıya daxil olmadı. Sübhanın zərbəsi ilə bəxti gətirdi voleybol komandasını. Təmkin. Nüsrətlə oynuyor. Nüsrət saxlayır topu. Yenidən təmkin. Qapıya zərbə lazımdır. Nüsrətin zərbəsi və gol! 2-6 olur hesab görüşün 47-ci dəqiqəsində. Öz komanda yoldaşlarından üzr istəyir Nüsrət. Amma baxımlı gol idi. Daha doğrusu 7-1 olur hesab. 7-1. Nüsrət az öncə rəqib, daha doğrusu Sokar komandasındaydı deyə 2-6 hesab etdi, amma 7-1 də hesab, bəli. Aşurdan geriyə Murad bıraxdı qapçıya. Nicat meydana tərk edib, Murad daxil olub yenidən. Ehtiram. Tabanlı İslam'a. İslam adi vəziyyətdə topu ram edə bilmədi. Təmkin. Göl ötürmə keçmir Muraddan. İslam. Aşur. Ehtiram. Yenidən Aşur. Yenidən Ehtiram oynuyor. Ehtiram. Ötürməsini et. Aşurun zərbəsi. Oy oy oy. Məhəmməd nəyi çıxartdı orada? Nüsrət. Əksüma çıxdılar. İsa ilə oynadı. İsa baxdı qapıya. Zərbə lazımdır və gol. 8-1 olur hesab görüşün 49-cu dəqiqəsində. İsa artıq ki istəyinə nail ola bilir. Ehtiram. Voleybol komandasında 4 gol vurmuşdu. İndi İslam'ın zərbəsi top qapıya daxil olur. Bu gol. 2-8 olur hesab. Bir dəqiqə keçməmiş cavab gəlir Sokar komandasından, amma hansı golun cavabıdır bu? 6 top fərqi ilə geridədirlər. Məhəmməd dəf etsə də top qapıya daxil olur. Nüsrət. Gol deyil bu. Goldu mu bu? Buradan top sanki meydanı tərk etmişdi və bəli, Nüsrət gol vurub, ikinci golunu vurub voleybol komandasına, öz keçmiş komandasından da özür istəyir. 9-2 olur hesab. Buradan gol olduğu bilinmədi. Sanki top meydanı tərk etmişdi, amma epizoda daha yaxın qapısı və Nüsrətin özü idi. Göl ötürmə dəqiqə alınmadı. 7 top fərq ilə öndədir voleybol komandası. Ehtiram. Voleybol komandasında bayaq da dediyim kimi 4 gol vurub Sokar komandasından keçəndən sonra hələ ki bir top vura bilməyib. İndi qapısı ilə üzbə-üzdə Ehtiram. Tariyə uzaqlaşdırdı. Nüsrət.
Aldılar topu. 4-2 gəldilər. Sübhan, İslam, yerlə zərbə. Məhəmməd dəf etdi bu zərbəni. Ehtiram. Ehtiram uzaqdan yoxladı, dəqiq alınmadı. Məhəmməd sadəcə seyr elədi bu topu. Qapıya daxil olsaydı 100% qol idi. Çünki Məhəmməd artıq kullanmamışdı topa. Güncdən zərbə olacaq. Aşur. Oy, İslam. Az qalsın dublunu rəsmiləşdirəcəkdi. Top qapının, dirəyin cüzü yanından keçir. Aşurla oynadı bir qədər. Aşur gözləmirdi çünki geriyə doğru hərəkət edirdi. Amma qazandı yenidən Aşur. İslam. İlqar var qarşısında. Aldı topu İlqar. Təmkinlə oynadı. Tariyel. Keçmədi bu ötürmə. Yenidən qazandı amma ötürməsi isə meydanı tərk edir. Güncdən zərbə olacaq. Nüsrət. Uzaqlaşdırdı topu Murad. Ehtiram. İndi qapçını özbözdü Məhəmməd. Yenə top qapıya daxil olmadı. İslam. Baxdı qapıya. Uzaqdan zərbə indirdi yenə Məhəmməd Əli oynadı qapıda. İsa. Aşur var qarşısında. Tariyel oynadı. Tariyel, Nüsrət. İsa götürdü. Qayda pozulmayıb. İslam. İtirdilər topu. İsa. Zəif qaldı bu ötürmə. İndi İslamda da top. Göl ötürmə dəqiq alınmır. Təmkin. Sübhana dəyər top. İslam yenə yoxlaya bilər uzaqdan. Ehtiramla oynadı. Ehtiram. Zərbə indirdi Məhəmmədə dəyər top. Təmkin. Uzaqlaşdırır dərhal. Outdan ehtiram başlayır. Aşurun zərbəsi top qapının üstündən keçir. İsa. 3 səfər arasında əla sıyrılır. Ötürməsini edir. Sağcın altda Tariyel çatacaq mı? Çatır topa. Ötürmə lazımdır. Tariyel. İsa. Yubatdılar hücumu. Davanla yenidən Tariyel. Tariyelin zərbəsi. Kamran. Qapı yerləndi qapıda. Təmkin. Nüsrət. Ötürməsini etdi. Aşur uzaqlaşdırdı. Sonunda top təmkindən çıxmışdı. Murad dərhal başlamalıdır. Sübhan. İtirdi topu. İsa. Ötürməsini edir. Aşur qarşılayır bu ötürməni. Aşur əla sıyrıldı burada Tariyeldən. Ehtiram. Yenidən Aşurla oynuyor. Aşurun yerlə zərbəsi. Təmkin. Daha doğrusu ötürmə etmişdi yenidən ehtirama. Təmkin qarşıladı. Güncdən zərbə olacaq. Aşur. Baxdı qapıya. Dəqiq alınmadı bu zərbə. İsa. Zəif qaldı bu ötürmə amma Nüsrət götürə bilir. Yenidən İsa ilə oynadı. İsa. Baxdı qapıya, ötürməsini etdi Nüsrət. Zərbə lazımdır və qol. 12 olur hesab. Görüşün düz 55-ci dəqiqəsində. Nüsrətin hat-trickidir bu. Keçmiş komandasına qarşı hər dəfə qol vuranda sevinmir, özür istəyir komanda yoldaşlarından. Keçmiş komanda yoldaşlarından. İslamın uzaqdan zərbəsi top qapının üstündən keçir. İlqar. Göl ötürmə. Təmkin. Nüsrət. Aşur qarşıladı. Amma yenidən Nüsrətdədir. Geri İlqarla oynuyor. İlqar. Təmkin. Sübhan əla bağladı. Ötürmənin qarşısını kəsmək üçün də ehtiram. Məhəmməd. Artıq dəqiqələr qalıb görüşümüzün yekunlaşmasına.
Təmkin. Oy oy oy. Top üst direğe değer meydanı terk edir. Murad. Murad dərhal başladı. Ehtiram. Sübhanla oynaya bilər. Baxdı qapıya və gol. Düz 9'luğa indirdi bu zərbəni Ehtiram. 3-10 olur hesab. 5 gol vuruq meydanda. 4'ünü boyda birini isə Sokar. Daha doğrusu 4'ünü boyda bəli. Birini isə Sokar komandasında. Görüşümüz yekunlaşır. 3-10 hesabı ilə boy komandası qalib gəlir. Oyunumuzu mən spiker Sako şərh etdi. Sağ olun, salamat qalın.